Və ya məsələn başqa ayə və ya başqa hadisə hamının bildiyi, hamının qəbul etdiyi və Quranda da sabit olan məsələlərdən birisidir. Biz tarixi şeylərdən misal gətirmirik. Biz elə şeylərdən misal gətiririk ki, hamısı Qurandan. Hətta hədis inkarçıları inkar edə bilməsin bunları. Məsələn, müsəlmanlar bir müddət namazlarını Beytül Məqdisə doğru qılırdılar. Bir müddət. Və sonra ayə nazil olur ki, فَلَنُوَلِّيَنَّكَ قِبْلَةً تَرْضَاهَا Biz səni razı qalacağın qibləyə yönəldəcəyik. فَوَلِّ وَجْهَكَ شَطْرَ الْمَسْجِدِ الْحَرَامِ Elə isə üzünü Məscidül Harama tərəf tut. Bu Quranda ayədir. Bəqərə surəsi 144-cü ayə. Bu ayə nazil olandan sonra müsəlmanlar üzlərini hara tutdular? Məscidül Harama. Müsəlmanların Məscidül Harama tərəf üst tutmaları bu ayə ilə sabit oldu. Bəs Beytül Məqdisə tərəf üst tutmaları hansı ayə ilə sabit olmuşdu? Var Quranda belə bir ayə. Tamam, öz başına eləmişdilər bunu. Nəyə əsasını eləmişdilər? Peyğəmbər sallallahu aleyhi və səlləm onlara əmrləmişdi ki, Beytül Məqdisə doğru namaz qılsınlar və qıldılar. Və bu da vəhiydən başqa bir şeylə mümkündür ya yox. Vəhiydən başqa bir şeylə mümkün deyil. Və Beytül Məqdisə doğru namaz qılın deyə Quranda bir ayə də yoxdur. Bu özü dəlildir ki, sünnə nədir? Vəhidir. Niyə? Bayaqlar qardaşın qeyd etdiyi ayə. وَمَا يَنْتِقَ عَنِ الْحَوَا إِنْ هُوَ إِلَّا وَحْيٌ يُوحَى Allah Rasulü öz havasından danışmırdı. Nə danışırdısa, danışdığı vəhiy idi. Və ona görə müsəlmanlara deyəndə ki, Beytül Məqdisə doğru namaz qılacağıq, bunu da öz havasından deməmişdi. Bu da vəhiy ilə olmuşdu. Lakin o vəhiy Quranda görmürük. Açıq aydın dəlildir ki, sünnə vəhiy.